Allah Təbarək və Teala Qur'an-ı Kərimdə bizlərin əməllərimizin hesaba çəkilməyi hansı məsələlərləndir, onu bizə buyurur. Və in tubdu ma fi anfusikum aw tukhfuhu yuhasibkum bihillah. Allah buyurur ki, qəlbinizdə olanı aşkar etsəniz də, gizlətsəniz də Allah sizinlə onun hesabını çəkəcəkdir, onun hesabını aparacaqdır. Haqq hesab eləyəcək Allah Təbarək və Teala. Niyə məsələn günahı fikirləşirdin? Gözəl məsələlər var idi, sənin üçün bəxş eləmişdim. Onların haqqında sən fikirləşmədin, getdin günah barəsində təfəkkür eləyirdin. Çünki günah qəlbi korlayar, hətta fikirləşmək belə. Qəlbində günah üçün verdiyin qərarı belə Allah sual eləyəcək. Bu ayə bunun üçün Allah Təbarək və Teala nazil eləyib. Qərara gəlmək qəlbin feillərindən və işlərindəndir. Qərara gəlirsən ki, məsələn, mən günah eləyəcəm. Öz təfəkkür və düşüncəndə etməsən belə, qərara ki, gəlmirsən, mən gedib günah eləyəcəm. Bunun üçün Allah Təbarək və Teala səni haqq hesab edəcək. Məsələn, biz fikirləşirik ki, yalnız cisim, məsələn, bu feili icra eləsə, məsələn, biz özümüz günahı icra eləsək, Allah Təbarək və Teala haqq hesab eləyəcək. Amma Allah buyurur ki, gizlində olsa belə, yəni qəlbində başqa insanlardan gizlədirsən də, düzdür? Başqa insanlardan gizlədirsən, amma özün bilirsən. Bilmirsən ki, səndən də başqa bir varlıq var ki, onu bilirsən. Allah Təbarək və Tealadır. Hətta deyir, gizlidə belə olsa, onun haqq hesabını Allah Təbarək və Teala səndən soruşacaq. Niyə fikirləşirdin? Niyə təfəkkür eləyirdin? Niyə deyirdin ki, bu günahı mən edəcəm? Mən sənin qarşında bir maneə yaratdım, eləyə bilmədin. Amma bunun haqq hesabını ver.